Salam, hər vaxtınız xeyir olsun. Bugün mən sizə 2025 ingilis dili test toplusunda isimlərin ikinci bölməsində olan testlərin izahını verəcəm. Başlayaq ilk sualdan. Choose the line of nouns in the plural. Cəmdə olan isimləri istəyir. A variantına baxırıq, ox təkdədir. A variantını çıxırıq. B variantına baxırıq, progress təkdədir, B-ni çıxdıq. Progress inkişaf deməkdir və sayıla bilməyən isimdir. Sayıla bilməyən isim isə təbii ki, biz onu tək qəbul eləyəcəyik, heç vaxt da cəmlənməz. C variantına baxırıq, berry təkdədir, C-ni də çıxdıq. D variantına baxırıq, cousins, S artırılıb. Goose, geese kökündən dəyişən cəm isim, month, S artırılıb. Bu səbəbdən doğru cavabımız elə D variantı olacaq. E variantına baxırıq, physics. Xatırlayaq ki, bütün elm adları, fənn adları, oyun adları sonu S-lə bitsə belə onlar sayılmırlar və həmişə tək qəbul eləyirik onları. Bu səbəbdən Y-ni də çıxırıq. Həmçinin goose təkdədir. Onun cəm forması bu belə formada olmalı idi. Geese kökündən dəyişən olmalı idi. Y variantında çıxdı. Bu sualda əlavə bir qeyd kimi qeyd etmək istəyirəm ki, əgər mürəkkəb ismin tərkibində söz önü varsa, biz o ismi cəmləyərkən S-i mütləq əsas ismə əlavə edirik. Yəni, əgər sonuna S əlavə olsaydı, bu yanlış olardı. Mütləq əsas ismi artırılır. Necə ki, bu sözdə olduğu kimi. Davam edirik ikinci sualla. Yenidən bizdən cəm isimlər cərgəsini istəyir. A variantında trousers, goods, cloth. Hər üçü cəmdədir. Bu səbəbdən doğru cavabımız elə A-dır. Trousers şalvar deməkdir. Xatırlayaq ki, ingilis dilində iki hissəli olan əşyaları biz həmişə cəm qəbul edirik. Goods mal əmtəə deməkdir. Bu da həmişə cəmdə olan isimdir. Clothes da cəmdədir. A variantı doğrudur. B-yə baxıram, face təkdədir. Bu səbəbdən B-ni çıxdım. C variantına baxıram, physics. Az öncə qeyd etdiyimiz kimi. Bütün elm, fən, oyun adları sonu S-lə bitsə belə sayılmır və həmişə tək qəbul edirik. Bu səbəbdən C-ni də çıxdıq. D variantına baxıram, progress. Sayıla bilməyən isimdir, inkişaf deməkdir. Bu səbəbdən biz bunu həmişə tək qəbul edirik. Strawberry çiyələk deməkdir və burada S qəbul etməyib. Bu səbəbdən də bunu da çıxırıq. Doğru cavabımız A-dır. Y-yi baxaq nəyə görə götürmürük? Letter təkdədir. Bu səbəbdən biz Y variantında götürə bilmirik. Davam edirik üçüncü sualdan bizdən tək isimlər cərgəsini istəyir. A variantına baxan kimi görürük places. S artırılıb cəmdədir. A-nı çıxdıq. B variantına baxırıq close cəmdədir. B-ni də çıxdıq. C variantına baxırıq news, progress, money. Hər üçü təkdədir. Doğru cavabım C-dir. News xəbər məlumat deməkdir və sayıla bilməyən isimdir. Bu səbəbdən biz bunu tək götürürük. Yəni sizi çaşdırmasın ki, bu sözün sonunda S var. S o sözün kökündədir, morfemindədir, xəbər məlumat deməkdir. Yəni saya bilmiriksə, təbii ki, biz onu heç vaxt cəm götürə bilmərik. Progress, inkişaf deməkdir, sayıla bilməyən isimdir. Bu səbəbdən də təkdədir. Money, pul sayılmır, bu səbəbdən də tək götürürük. Money sayılmır, amma money'nin növləri, yəni pulun növləri dollardır, manatdır. Biz o isimləri sayıb və cəmləyə bilirik. D variantını nəyə görə götürə bilmədik? Oil, neft, qaz deməkdir. No, bizdən təkləri istəyir, ona görə cəmləri çıxırıq. Oxen cəmdədir, geese cəmdədir. Bu səbəbdən D-ni götürə bilmirik. Y variantında watch cəmdədir. Bu səbəbdən Y-ni götürə bilmirik. Doğru cavabımız yalnızca qaldı C variantı. Əlavə bir qeyd kimi deyim ki, traffic sayıla bilməyən isimdir və təkdədir. Amma trafficin növləri sayılır. Furniture ümumiyyətlə sayıla bilməyən isimdir. Bu səbəbdən də təkdədir. B variantını indi deyəcəksiniz nəyə görə götürmədik? Çünki close cəmdə idi. Bu səbəbdən B-ni çıxmışdıq. Üçüncü sualda doğru cavabımız qaldı C variantı. Dördüncü suala baxırıq, bizdən tək isimlər cərgəsini istəyir. A variantında person, chair, sofa. Hər üçü təkdədir. Doğru cavabımız elə A-dır. B variantına baxıram, feet. Kökündən dəyişən cəm isimdir. Bu səbəbdən B-ni çıxdım. C-yə baxıram, people. Kökündən dəyişən cəm isim. Men kökündən dəyişən cəm isim. Doğru cavabımız, yəni C variantını çıxdıq. Doğru cavabımız A-dır. D-yə baxıram, police. Həmişə cəmdə olan isimdir. Bu səbəbdən D-ni də çıxdım. Y variantına baxıram, mice. Kökdən dəyişən cəm isimdir. Y-ni çıxdım. Doğru cavabımız yalnızca qaldı A variantı. Davam edirəm 5-ci sualdan. Cəm isimlər cərgəsini istəyir bizdən. Birinci sözdə mouse təkdədir. İkinci sözdə house təkdədir. 3 clothes cəmdədir. 3-ü götürürük. 4 people cəmdədir. Götürürük.
Feet kökdən dəyişən cəm isimdir, götürürük. Tooth təkdədir. Bu səbəbdən doğru cavabımız olur 3, 4, 5, B variantı. Davam eləyirik 6-cı sualdan. Yenidən bizdən cəm isimləri istəyir. A variantına baxırıq. Feet, food, feet kökündən dəyişən cəm isim. Germans, S artırılıb. Elə doğru cavabımız A-dır. B-ni niyə götürmürük? Physics. Az öncə bir neçə sualda qeyd etdik. Bütün elm, fən, oyun adları sona S-dən bitsə də sayılmır və həmişə təkdə götürülür. B-ni çıxdıq. C-yə baxırıq. Optics gözlə bağlı olan bir elm sahəsidir. Ay göz deməkdir. Bunlar hər ikisi təkdədir. Bu səbəbdən C-ni çıxdıq. D-yə baxırıq. Watch təkdədir. D-ni də çıxdıq. Y-yə baxırıq. Fellow təkdədir. Bu səbəbdən Y-ni də çıxdıq. Əlavə bir qeyd kimi sizə xatırlatmaq istəyirik ki, A variantında doğru cavabı götürdük. Feet kökdən dəyişən cəm isim. Germans S artırılıb. Bu da cəm isimdir. Amma biz bilirdik ki, hansı sözün tərkibində man, women varsa biz onu cəmləyərkən onları kökdən dəyişməliyik. Burada dəyişməmişik. Çünki mən bu sözün morfemin özündədir. Bu səbəbdən bu sözü cəmləyərkən biz S artırırıq. Bir neçə bu qəbilədə olan sözlər var ki, mən sizə bunu qeyd eləmişəm burada. Göstərim. Norman, German, Roman, human. Yəni, mən bu sözlərin tərkibindədir. Bu səbəbdən bu sözləri cəmləyərkən biz sadəcə S artırırıq. Daha məniz kökdən dəyişmirik. Davam eləyirik 7-ci sualdan bizdən cəm isimlər cərgəsini istəyir. A variantına baxıram. Aerobics. Yenidən deyirəm, bütün elm, fən, oyun adları sonu S-lə bitsə də sayılmır və təkdədir. Happiness, xoşbəxtlik sayıla bilməyən isimdir. Bu səbəbdən təkdədir. A-nı çıxdıq, çünki bizdən cəm isimlər istəyir. B-yə baxıram. Experiment, təcrübədir. Sayıla bilməyən isimdir. Bu səbəbdən də təkdir. B-ni də çıxdım. Davam eləyək sualın digər hissəsinə. Athletics. Yenidən qeyd edirik. Bütün elm, fən, oyun adları sonu S-lə bitsə də sayılmır və təkdədir. Çıxdıq. Close təkdədir. C-ni də çıxırıq. Close-la bağlı əlavə bir qeyd etmək istəyirəm ki, close parça deməkdir. Sayıla bilməyən isimdir və təkdə olur həmişə. Amma cloth paltar deməkdir. Ümumi paltar nəzərdə tutulur və həmişə cəmdə olur. D variantına baxırıq. They təkdə olduğu üçün D-ni də çıxdıq. Y variantında police həmişə cəmdə olan isimdir. Dishes ES artırılıb cəmdədir. Bu səbəbdən elə doğru cavabımız Y variantıdır. Çünki 7-ci sualda bizdən cəm isimləri istəyirdi. Davam eləyək 8-ci sualdan bizdən tək isimləri istəyir. A variantına baxıram. Kite S artırılıb A-nı çıxdım. B variantına baxıram. Textbook, flag hər ikisi təkcədir. Doğru cavabımı B götürürəm. C-yə baxıram. Canteens S artırılıb. C-ni çıxdım. D-yə baxıram. Tables S artırılıb. D-ni də çıxdım. Y-yə baxıram. Spoons S artırılıb. Y-ni də çıxdım. Doğru cavabım yalnızca B variantı qaldı. Çünki bizdən tək isimləri istəyir. Hansı ki variantda cəmlər var idi, biz onları çıxdıq, atdıq. Doğru cavabımız B-dir. Ümumiyyətlə test işləyərkən çıxdaş üsulu ilə çox istifadə edin. Yəni varianta baxırıq, aha, bizdən məsələn burada tək isimləri istəyirdi. Bu səbəbdən hansı variantda cəm var idisə biz onları çıxdıq və doğru cavabımızı da tapdıq. Davam eləyək 9-cu sualla. Tək isimlər cərgəsini istəyir yenidən bizdən. A variantına baxırıq. S artırılıb cəmdədirmi? Çıxdıq. B variantına baxırıq. S artırılıb flags, masks. Hər ikisi cəmdədirmi? Çıxdıq. C-yə baxıram. Notebook, boat. Hər ikisi təkdədir. Ona görə də doğru cavabım C variantıdır. D-yə baxıram. Cars. S artırılıbmı? Çıxdım. Y-yə baxıram. Carpets. S artırılıbmı? Çıxdım. Doğru cavabım qaldı. Yalnızca C variantı. Onun sualına davam eləyirik. Tək isimlər cərgəsini istəyir. A variantında lies kökdən dəyişən cəm isimdir. Giz kökdən dəyişən cəm isimdir. Bu səbəbdən A-nı çıxdım. B-yə baxıram. Songs S artırılıb cəmdədir. B-ni çıxdım. C-yə baxıram. Towns S artırılıb cəmdədir. Englishman kökündən dəyişən cəm isim. Bu səbəbdən C-ni də çıxdım. D-yə baxıram. Question, hobby təkdədir, amma children kökündən dəyişən cəm isimdir. Bu səbəbdən D variantında çıxdım. Y-yə baxıram. Camp, century, valley hər üçü təkdədir. Ona görə də doğru cavabımız elə qalır Y variantı. Davam eləyirik 11-ci sualla. Tək isimlər cərgəsini istəyir bizdən. A variantına baxan kimi görürəm ki, servants S artırılıbmı? Çıxdım. B variantına baxan kimi görürəm. Museums S artırılıb. Businessman kökündən dəyişən cəm isim. Bu səbəbdən B-ni də çıxdım. C-yə baxıram. Tourist S artırılıbmı? Cəmdədirmi? C-ni də çıxdım. D-yə baxıram.
district, gallery, food. Hər üçü təkdədir. Ona görə də doğru cavabım D-dir. Y-yə baxıram, servant. S artırılıb cəmdədir. Ona görə Y-ni çıxdım. Yalnızca doğru cavabımız qaldı D variantı. Davam edirik 12-ci sualdan. Yenidən bizdən təksimləri istəyir. A variantına baxıram, S artırılıb. Teeth kökündən dəyişən cəm isimdir. A-nı çıxdım. B-yə baxıram, stairs S artırılıbmı? Mice kökündən dəyişən cəm isimdirmi? Bu səbəbdən B-ni çıxıram. C-yə baxıram, health, silver, employment. Hər üçü təkdədir. Bu səbəbdən doğrunu götürürəm C variantı. Health sağlamlıq deməkdir. Biz onu saya bilmirik. Saya bilmiriksə təbii ki, onu tək götürürük. Çünki o söz cəmlənməz. Silver, gümüş deməkdir, materialdır. Biz onu saya bilmirik, bu səbəbdən cəmləyə də bilmərik, sadəcə tək qəbul edirik. Employment, iş deməkdir. Biz onu saya bilmirik, tək qəbul edirik, yəni cəmlənə bilməz. Bu səbəbdən doğru cavabımız C-dir. D variantına baxıram. Fireplaces S artırılıb, interviews S artırılıb, cəmdədir, D-ni çıxdım. Y-yə baxıram, feed, food, feed, kökündən dəyişən cəm isim. Radius S artırılıb, cəmdədir, Y-ni çıxdım. Yalnızca doğru cavabımız 12-də oldu, C variantı. Davam edirik 13-cü sualına. Yenidən bizdən təksimləri istəyir. Birinci söz cup, təkdədir, götürürük. İkinci də dolls S artırılıb, 2-ni çıxdım. 3-ə baxıram, teeth, kökündən dəyişən cəm isimdir. Bu səbəbdən bunu da çıxdım. 4-ə baxıram, fox, təkdədir. Bu səbəbdən 4-ü götürürəm. 5-ə baxıram, pairs, S artırılıb, 5-i də çıxdım. Çünki bizdən təkləri istəyir. 1, 4 doğru cavabımız A variantıdır. Davam edirik 14-cü sualla. Təksimlər cərgəsini istəyir bizdən. Knives, S artırılıb, cəmdədir, 1-i çıxdıq. Snowman, təkdədir, 2-ni götürürük. Snowman sözünü cəmləmək üçün biz sadəcə mən sözünü kökdən dəyişirik. Snowman olur. Bu cəm formasıdır. Amma burada verib tək forması və bizdən də təki istədiyinə görə götürürük. 3-də knowledge. Knowledge bilik deməkdir və sayıla bilməyən isimdir. Sayıla bilmirsə təbii ki, bu söz təkdir. 3-ü də götürürük. Roofs S artırılıb, cəmdədir, 4-ü çıxdı. Cheese, pendir deməkdir. Sayıla bilməyən isimdir. Bu səbəbdən də bizdən də sayıla bilmirsə tək isimdir. Bizdən də tək istədiyinə görə 5-i də götürürük. Feet, cəmdədir, kökündən dəyişən cəm isimdir. 6-nı çıxdıq. Doğru cavabımız 2, 3, 5 A variantıdır. 15-ci suala baxırıq, bizdən sayıla bilməyən isimlər cərgəsini istəyir. A variantına baxan kimi child, saya bilirikmi? 5 uşaq, 10 uşaq, ay, göz, 1 göz, 2 göz. Deməli, bunlar sayıla bilən isimlərdir. A variantını götürmürük, çünki bunun tərkibində 2 dənə sayıla bilən söz var. Amma sugar, şəkər sayıla bilmir. B variantına baxırıq, hand, əl, saya bilirikmi? Baby, uşaq, saya bilirikmi? Bu səbəbdən B-ni götürmürük. C-yə baxıram, face, üz, river, çay saya bilirik. Bu səbəbdən C-ni çıxdım. D-yə baxıram, carrot saya bilirikmi? Bu səbəbdən D-ni də çıxdım. Y-yə baxıram, music. Music sayıla bilməyən isimdir. Advice, məsləhət deməkdir. Sayılmır. Kindness, mehribanlıq. Bu da sayılmayandır. Advice haqqında əlavə bir qeyd edeyim uşaqlar. Advice. Əgər burada C varsa, deməli bu noundur. Yəni isimdir. Amma advice-dırsa, bu artıq feildir. Məsləhət vermək mənasını verir. Bunda diqqətli olaq. Davam edirik. 15-ci sualda doğru cavab kimi biz götürdük Y variantını. Davam edirik 16-cı sualla. Bizdən sayıla bilməyən isimlər cərgəsini istəyir. Birinci cərgəyə baxırıq. Hospitality, qonaqpərvərlik, oil, neft, yağ, electricity, elektrik. Bu üçü də sayıla bilmir. Deməli, götürürəm 1-i. 2-yə baxıram, city, şəhər saya bilirikmi? 5 şəhər, 10 şəhər. O zaman 2-ni çıxdım. 3-ə baxıram, honesty, vicdanlılıq, sayılmır. News, xəbər, məlumat, sayılmır. Pollution, çirklənmə, sayılmır. Bu səbəbdən 3-ü götürürəm. 4-ə baxan kimi görürəm ki, animal, heyvan, saya bilirikmi? 5 heyvan, 10 heyvan və cəmləyə də bilirik. Bu səbəbdən 4-ü götürmürəm. Doğru cavabım qalır yalnızca 1, 3, Y variantı. Davam edirəm 17-ci sualla. Sayıla bilməyən isimlər cərgəsini istəyir yenidən bizdən. Birinci cərgədə smoke, tüstü, sayıla bilmir. Safety, təhlükəsizlik, sayıla bilmir. Kindness, mehribanlıq, sayıla bilmir. Götürdük 1-i.
2-yə baxan kimi görürəm pencil, karandaş. Saya bilirikmi? 5 karandaş, 10 karandaş. O zaman heç bu cərgəni götürmürük. 3-ə baxıram friendship, dostluq sayılmır. Cotton, parça materialı sayılmır. Luggage sayılmır. Luggage, baggage bunlar sayılmayan isimlərdir. Deməli bizdən də sayılmayanlar istəyirdi, yəni 3-ü də götürdük. 4-ə baxıram story, hekayə sayıla bilirmi? Bəli. Bu səbəbdən 4-ə çıxdım. Qaldı 1, 3 D variantı doğru cavabımız. 18-ci sualla davam eləyirik. Bizdən cəm isimləri istəyir. 1-ə baxırıq women götürdük. Mouse təkdədir. People cəmdədir, götürdük. Tooth təkdədir. Goose təkdədir. Bu səbəbdən doğru cavabımız 1, 3-dür. Çünki bizdən cəm isimləri istəyirdi. Davam eləyirik. 19-cu sualla tək isimlər cərgəsini istəyir bizdən. Custom təkdədir. Biri götürdük. Socks S-də var. Bilirik ki, bu cəmdir. Atdıq. 3-ə baxırıq. Trainers cəmdədir. Bu səbəbdən 3-ü də çıxdı. Bean təkdədir. Götürürük. 1, 4 doğru cavabımız oldu. C variantı. Davam edirik. 20-ci sualla bizdən cəm isimlər cərgəsini istəyir. A-ya baxırıq. Education təkdədir. Həmçinin sayılmayan isimdir. B-yə baxıram. History, tarix, fənn adıdır. Bütün fənn, oyun, elm adları sayılmır və həmişə təkdə götürürük. C-yə baxıram. Pool təkdədirmi? C-ni çıxdım. D-yə baxıram. Member, üzv təkdədirmi? D-ni də çıxdıq. Y-yə baxırıq. Shorts, women. Hər ikisi cəmdədir. Bu səbəbdən doğru cavabımı götürürəm Y variantını. Çünki bizdən cəm isimləri istəyir. Davam edirik 21-ci sualla bizdən cəm isimlər cərgəsinin cütlüyünü istəyir. A variantına baxıram. Juice, meyvə suyu sayıla bilmir. Sayıla bilmirsə təbii ki biz bunu tək götürürük. A-nı çıxdıq. B-yə baxırıq. City təkdədir, cəmlənməyib. Bizdən isə cəmi istəyir. B-ni də çıxdıq. C-yə baxıram. Oxen, okey, cəmdədir. Amma method təkdədir. Bu səbəbdən C-ni çıxdım. D-yə baxıram. Stairs cəmdədir, okey. Amma glass təkdə olduğu üçün bu səbəbdən D-ni də çıxdım. Y-yə baxıram. Geese, goose, geese kökündən dəyişən cəm isim. Good, mal əmtə deməkdir. Hər zaman bu ismi biz cəm götürürük. Bu səbəbdən doğru cavabımız oldu Y variantı. 22-ci sualla davam edirik. Tək isimlər cütlüyünü istəyir bizdən. A variantına baxan kimi robbers S artırılıbmı? Cəmdədir. A-nı çıxdıq. B variantına baxırıq. Sportsmen kökündən dəyişib cəm isim olunmu? Bu səbəbdən B-ni çıxdıq. C variantında women kökündən dəyişib cəm isim olubmu? C-ni də çıxdıq. D variantında prisons S artırılıb cəmdədir. D-ni də çıxdıq. Y variantında tourist, path hər ikisi təkdədir. Bu səbəbdən də doğru cavab kimi Y variantını götürürük. Davam edirik 23-cü sualla tək isimlər cərgəsini istəyir. A variantına baxan kimi women kökündən dəyişən cəm isim A-nı çıxdıq. B variantında socks cəm isim B-ni çıxdıq. C variantında clothes cəm isim C-ni də çıxdıq. D variantına baxırıq. Food təkdədir. Beach təkdədir. Ona görə də D-ni götürürük. Y variantında people kökündən dəyişən cəm isimdir. Y-ni də çıxdıq. Doğru cavabımız qaldı. Sadəcə D variantı. Davam edirik 24-cü sualla tək isimlər cərgəsini istəyir bizdən. A variantına baxıram. Shoes cəmdədirmi? Çıxdım. B variantında S artırılıb cəmdədirmi? Çıxdım. C variantında trousers cəmdədirmi? Çıxdım. D variantında queens cəmdədirmi? Çıxdım. Sadəcə qalır Y variantında spoon, qaşıq, basket, səbət hər ikisi təkdədir. Doğru cavabımız elə qalır Y variantı. Davam edirəm 25-ci sualın cəm isimlər cərgəsini istəyir. A variantında tooth təkdədir. Onun cəm forması olacaqdır. Teeth kökdən dəyişməli idi. Çıxdıq çünki burada tək verib. B variantına baxıram. Watch təkdədir. B-ni də çıxdım. C variantına baxıram. Roller təkdədir. C-ni də çıxdım. D variantına baxıram. Balls, foxes hər ikisi cəmdədir. Doğru cavabım elə D götürürəm. Y-yə baxıram. Verb təkdədir. Ona görə Y-ni çıxdım. Qaldı sadəcə D variantı. 26-cı sualla davam eləyirəm. Bizdə deyir ki, choose the sentence with the noun in the plural. Cümləsi ki, orada cəm isim olsun. Belə sualda ilk öncə cümlədə sadəcə isimləri tapırıq. Lady, bus. A variantında olan isimlər lady təkdədir, bus, avtobus təkdədir. Deməli, burada cəm isim yoxdur. A-na çıxdım. B variantına baxıram. People, friends, cəm isimlər var. Elə doğru cavabımız kimi B-ni götürürəm. C-yə baxıram. Water, su deməkdir, təkdədir. Glass,
Stəkan burada mənasını verir. Burada da təkdədir. Deməli cəm isim yoxdur. C-ni çıxdıq. Doğru cavabımız qalır B variantı. Baxaq digər variantları nəyə görə götürə bilmirik? D variantına baxıram ki, store təkdədir, street təkdədir, D-ni çıxdım. Y-yə baxıram, bicycle təkdədir, Y-ni də çıxdım. Davam edirik 27-ci sualına. Cəm isimlər cərgəsini istəyir bizdən. Snack, spice təkdədirmi? A variantını çıxdıq. Həm pollution təkdədirmi? B variantını çıxdıq. C variantında policeman, bath, visitors. Hər üçü cəmdədir. Bu səbəbdən elə doğru cavab kimi C-ni götürürük. D variantında boss təkdədir. Y variantında D-ni çıxdı. Y variantına baxıram Domino's. Sonu S-lə bitsə də biz öyrənmişik axı bütün elm, fən, oyun adları sonu S-lə bitsə də o isimlər sayılmır və həmişə tək götürürük. News xəbər məlumat sayılmır, həmişə tək götürürük. Furniture mebel deməkdir, sayılmır, həmişə tək götürürük. Yeni də çıxdıq, qaldı cavab sadəcə C variantı. Davam edirik 28-ci sualdan bizdən cəm isimlər cərgəsini istəyir. A variantına baxan kimi cotton parça materialı sayılmır və təkdədir. Bird quş deməkdir. Sayılmır və təkdədir. No, bird sayılır, sadəcə olaraq burada cəmlənməyib. Yəni o cəmlənsəydi belə olacaqdı. Sonuna S artıracaqdı. Birds. A variantını çıxdıq. B variantında isə women təkdədir. B-ni çıxdıq. C variantına baxırıq. Giz, kökündən dəyişən cəm isim. Shorts, iki hissəli əşyalar biz həmişə cəm götürürük. Tree təkdədir. Təkdədirsə deməli biz C-ni çıxdıq. D variantına baxırıq. Jeans, cins şalvar mənasında cəmdədir. Doors, S artırılıb cəmdədir. Glasses, burada da cəmdədir. Deməli elə bizim doğru cavabımız D-dir. Burada glass şüşə materialında olanda biz heç vaxt onu saya bilmərik və cəmləyə bilmərik. Amma burada isə stəkan mənası verir. Yəni stəkan mənasında biz ona ES artırıb cəmləyə bilirik. Y variantına baxırıq. Deməli roof təkdədir. Bu səbəbdən Y-ni də çıxdıq. Doğru cavabımız qaldı sadəcə D variantı. 29-cu sualla davam edirik. Təksimlər cərgəsini istəyir bizdən. Amma A variantına baxan kimi görürük ki, skills S artırılıbmı? A-nı çıxdım. B variantında knowledge, bilik deməkdir, sayıla bilməyən isimdir və bu səbəbdən də təkdədir. Water, su deməkdir, sayıla bilməyən isimdir. Bu səbəbdən də tək götürürük. Member, üzv deməkdir və S filan artırılmayıb, yəni təkdədir. Deməli elə bizim doğru cavabımız oldu B variantı. C-yə baxan kimi görürəm ki, potatoes S artırılıbmı? Cəmdədir. C-ni çıxdım. D-yə baxıram language S artırılıbmı? Passengers S artırılıbmı? Deməli cəmdədir. D-ni də çıxdım. Y-yə baxıram mice kökündən dəyişən cəm isimdir. Tomatoes S artırılıb cəmdədir. Bu səbəbdən Y-ni də çıxdım. Yalnızca doğru cavabımız qaldı B variantı. Davam edirik 30-cu sualla tək isimlər cərgəsini istəyir bizdən. Deməli, A variantı baxırıq tulip, kindergarten, education. Hər üçü təkdədir. Elə doğru cavabımız deməli bizim A variantıdır. B-yə baxan kimi troops cəmdədir. B-ni çıxdıq. C-yə baxan kimi people, subjects S artırılıb cəmdədir. C-ni də çıxdıq. D-yə baxırım scissors, iki hissəli əşya, qayçı deməkdir. Bu da cəmdədir. D-ni də çıxdıq. Y-yə baxırım trousers cəmdədir. Bu səbəbdən Y-ni də çıxdım. Doğru cavab qaldı sadəcə A variantı. 31-ci sualla davam edirik. Tək isimlər cərgəsini istəyir bizdən. A variantına baxan kimi görürüm ki, houses S artırılıbmı? Cəmdədir. A-nı çıxdıq. B variantında concert, camp, path. Hər üçü təkdədir. Elə doğru cavabımız bizim B-dir. C-yə baxaq nəyə görə götürə bilmirik? Drivers S artırılıb. Cəmdədir. C-ni çıxdıq. D-yə baxırıq results S artırılıb. D-ni çıxdıq. Y-yə baxırıq feed kökündən dəyişən cəm isimdir. Page S artırılıb. Ona görə Y-ni də çıxdıq. Doğru cavabımız qaldı sadəcə B variantı. 32-ci sualla davam edirik. Tək isimlər cərgəsini istəyir bizdən. A variantında ticket cəmdədir. Studios cəmdədir. Ona görə A-nı çıxdım. B variantına baxıram portrait, mountain, roof. Hər üçü təkdədir. Deməli elə doğru cavabımız B-dir. Baxaq digərlərini nəyə görə götürə bilmirik? C-də photos, goose, geese kökündən dəyişən cəm isimdir. C-ni çıxdıq. D-yə baxıram magazines S artırılıb cəmdədir. Arrows S artırılıb cəmdədir. D-ni çıxdıq. Y-yə baxıram children kökündən dəyişən cəm isimdir. Planet S artırılıb. Ona görə də Y-ni də çıxdım. Doğru cavabım qalır sadəcə B variantı.
33-cü sualla davam edirəm. Tək isimlər cərgəsini istəyir bizdən. A variantına baxan kimi görürəm seaside, theaters. Cəmdədir, A-nı çıxdım. B-yə baxıram competitions, countries. Cəmdədir, B-ni də çıxdım. C-yə baxıram passage, messages. Cəmdədir, C-ni də çıxdım. D-yə baxıram freshman, təkdədir. Jogging, idman növüdür. Arrow, bunlar da üçü də təkdədir. Yəni idman növünün biz heç vaxt saya bilmərik, həmçinin də biz onu həmişə tək qəbul edirik. Bu səbəbdən də bu üç sözü də təkdir. Doğru cavabım D-dir. Yeni nəyə görə götürmürəm? Çünki goose, geese kökündən dəyişən cəm isim. Rooms, S artırılıb cəm isim. Yenidə çıxdıq. Doğru cavab qaldı sadəcə D variantı. Davam edirik 34-cü sualla tək isimlər cərgəsini istəyir. A variantına baxan kimi fit kökündən dəyişən cəm isim. S artırılıb cəm isim A variantında çıxdıq. B variantı baxan kimi roads S artırılıb B-ni də çıxdıq. C variantında S artırılıb C-ni də çıxdıq. D variantına baxırıq. Schoolmate, weather, district hər üçü təkdədir. Deməli bizim doğru cavabımız elə D-dir. Y-yə baxıram students S artırılıb cəmdədir. Ladies cəmdədir. Y-ni də çıxdıq. Doğru cavab sadəcə qaldı D variantı 34-cü sualda. Davam edirik 35-ci sualla. Bizdən cəm isimlər cərgəsini istəyir. A variantına baxırıq jeans, goats. Hər ikisi cəmdədir. Elə doğru cavabımız A-dır. B-yə baxırıq nəyə görə götürmürük? Pencil, karandaş təkdədir. B-ni çıxdıq. C-yə baxıram news, xəbər, məlumat sayıla bilməyən isimdir və bu səbəbdən də təkdir. Foot, ayaqdır, təkdədir. Kökündən dəyişərək feet, cəm forması belə olur. Bu səbəbdən C-ni də çıxdıq. D variantında water, su deməkdir, sayıla bilməyən isimdir. Bu səbəbdən də təkdir. D-yi də çıxdıq. Y-yə baxıram dish, təkdədirmi? Bu səbəbdən Y-ni də çıxdım. Doğru cavabım qaldı sadəcə A variantı. 36-cı sualla davam edirəm. Bizdən yenidən cəm isimlər cütlüyünü istəyir. Pair cütlüyü deməkdir. A variantına baxıram. Alarm clocks S artırılıb A-nı. Yes, bizdən cəm isimlər istəyir. 1 minute please. Yes, bizdən cəm isimləri istəyirsə, biz onda hansı variantda tək varsa onları çıxacaq. A variantında child, təkdədirmi? A-nı çıxdıq. B variantında trousers, bottoms, hər ikisi cəmdədir. Bu səbəbdən elə doğru cavabımı B götürürəm. C-yə baxıram deck, təkdədir. C-ni çıxdım. D-yə baxıram year, təkdədir. D-ni də çıxdım. Y-yə baxıram duty, təkdədir. Y-ni də çıxdım. Doğru cavab qaldı sadəcə B variantı. 37-ci sualla davam eləyək. Tək isimləri istəyir. Mice cəmdədir, kökündən dəyişən cəm isimdir. Process təkdədir, proses deməkdir elə. 3-ə baxıram trousers cəmdədir, 3 çıxdım. Stairs cəmdədir, 4-ü də çıxdım. Ox təkdədir. Step təkdədir. Ona görə də doğru cavabımız olur 2, 5, 6 B variantı. 38 ilə davam eləyirəm. Tək isimlər cərgəsini istəyir. Bir də teeth cəmdədir. Onun tək forması olacaqdır tooth. Burada cəm verdiyinə görə biri götürmürük və variantlardan da birləri çıxdıq. 2-yə baxırıq goose, təkdədir. 3-ə baxıram glass, təkdədir, götürürəm. 4-ə baxıram jeans, cins şalvar cəmdədir, 4-ü çıxdım. 5-ə baxıram news, xəbər, məlumat deməkdir. Bu səbəbdən də biz bunu saya bilmirik deyənə tək isim götürürük, 5-i də götürdüm. 6-ya baxıram men, cəmdədir. Onun tək forması olacaqdır mən. 6-nı da çıxdım. Doğru cavab 2, 3, 5 A variantı. 39-cu sualla davam eləyirəm. Cəm isimlər cərgəsini istəyir. Tight. Yenə də 2 hissəli olan biz əşyaları nə götürürük? Həmişə cəm götürürük. Ona görə biri götürdük. Stop təkdədir. Goods həmişə cəmdə olan isimdir. Mal əmtə deməkdir. Rich ES artırılıb cəmdədir. Bu səbəbdən də biz 4-ü götürürük. 5-də isə chess, oyun adıdır. Saya bilmirik, həmişə tək götürürük. 5-i də çıxdıq. 1, 3, 4 doğru cavabımız oldu C variantı. 4-ə baxıram. Cəm isimlər cərgəsini istəyir bizdən. State təkdədir. Actress təkdədir. Buradakı S sizi çaşdırması. ES onun şəkilçisidir. Aktrisa deməkdir. Yəni qadın aktyoru nəzərdə tutulur. Onu cəmləmək üçün sonuna ES artırılır. Burada tək verib yenə götürmürük. 3-də dishes cəmdədir, götürürük. People cəmdədir, kökündən dəyişən cəm isim. Officers S artırılıb cəmdədir. Bu səbəbdən 3, 4, 5 doğru cavabım olur B variantı.
Davam edirəm 41-ci sualla. Bizdən tək isimlər cərgəsini istəyir. A-ya baxıram jackets, S artırılıb, A-nı çıxdım. B-yə baxıram hands, S artırılıb, B-ni çıxdım. C-yə baxıram scarf, cloud, tək isimdir. Deməli C-ni götürürəm. D-yə baxıram skirt, S artırılıb, D-ni də çıxdım. E-yə baxıram planet, S artırılıb, cəmdədir, Y-ni çıxdım. Çünki bizdən tək isimlər istəyir. Bu səbəbdən də doğru cavabımız olur C variantı. Əlavə bir qeyd kimi xatırlatmaq istəyirəm ki, biz təbiətlə bağlı olan şeyləri saya bilmirik. Amma cloud o qəbilədən deyil. Bəzi sözlər vardır ki, biz onları saya bilir və cəmləyə bilirik. O sözləri mən sizə göstərim. Wind, cloud, snowball, storm, earthquake, storm, flood, rain. Bu sözləri biz cəmləyə bilərik. Çünki bu sözlər sayıla bilən isimdir. Baxmayaraq ki, külək, bulud belə düşünəndə ki, bunlar təbiət hadisələridir, təbiətlə bağlı olan sözlərdir. Biz bunları saya bilmərik, həmişə tək götürürük. Xeyr, bu sözlər istisna sözlərdir ki, biz bu sözləri saya bilirik və cəmləyə bilirik. Davam eləyək 42-ci sualla. Bizdən tək isimlər cərgəsini istəyir. A variantına baxıram weather, hava sayıla bilməyən isimdir və buna görə də biz həmişə onu tək götürürük. Face sifətdir, təkdədir, cəmlənməyib. Bu səbəbdən yenə doğru cavabımız bizim A-dır. B-ni nəyə görə götürə bilmirik? Çünki feet kökündən dəyişən cəm isimdir. B-ni çıxdım. C-yə baxıram ears, S artırılıb, cəmlənib, C-ni çıxdım. D-yə baxıram days, S artırılıb, D-ni də çıxdım. Y-yə baxıram month, S artırılıb, Y-ni də çıxdım. Doğru cavab sadəcə qaldı A variantı. 43-cü sualla davam edeyim. Tək isimlər cərgəsini istəyir bizdən. A-ya baxan kimi görürəm businessman. Kökündən dəyişən cəm isim var burada. Forest, S artırılıb, A-nı çıxdım. B-yə baxıram types, invaders, cəm isimlər var. B-ni çıxdım. C-yə baxıram desert, S var. C-ni də çıxdım. D-yə baxıram movement, soil, peninsula. Hər üçü təkdədir. Bu səbəbdən biz D variantını doğru götürürük. G-yə baxıram friends, S artırılıb, Y-ni çıxdıq. Doğru cavab qaldı sadəcə D variantı. 44-cü sualla davam eləyirik. Tək isimlər cərgəsini istəyirlər bizdən. Tourist, concert, luck. Hər üçü təkdədir. Elə doğru cavabımız A-dır. B-ni nəyə görə götürə bilmirik? Doctors, S artırılıb. Oxen kökündən dəyişən cəm isimdir. Onun tək forması olacaqdır sadəcə ox. C-yə baxıram teeth kökündən dəyişən cəm isimdir. Plums, S artırılıb. C-ni də çıxdım. D-yə baxıram sections, S artırılıb. D-ni də çıxdım. Y-yə baxıram nephews, S artırılıb, Y-ni də çıxdım. Doğru cavab qaldı sadəcə A variantı. 45-ci sualla davam edirəm. Cəm isimlər cərgəsini istəyir bizdən. A variantına baxıram. Countries cəmdədir, amma tail təkdədir. Bu səbəbdən A-nı götürmürəm. B-yə baxıram school children kökündən dəyişən cəm isim. Legends, S artırılıb. Bu səbəbdən də B ilə bizim doğru cavabımızdır. C-yə baxıram. Address təkdədir. Weakness zəiflik deməkdir. Sayılmayan isimdir. Bu səbəbdən də biz bunu tək götürürük. C-ni də çıxdım. D-yə baxıram chairperson təkdədir. Scale təkdədir. D-ni də çıxdım. Y variantına baxıram. Ground təkdə olduğu üçün Y-ni də çıxdım. Sadəcə doğru cavab qaldı B variantı. 46-cı sualla davam edirəm. Cəm isimlər cərgəsini istəyir bizdən. A variantına baxıram. Partner təkdədirmi? A-nı çıxdım çünki bizdən cəmi istəyir. B variantı hunger təkdədirmi? B-ni də çıxdım. C variantında beauties, refugees hər ikisi cəmdədir. Doğru cavabım elə C-dir. D variantına baxıram. Office, strength hər ikisi təkdədir. D-ni çıxdım. E-yə baxıram task təkdədir. Y-ni çıxdım. Biri istisna isimlərdəndir ki, biz onu sayıb və cəmləyə bilirik. Bu qəbilədən olan sözləri mən sizin üçün qeyd etmişəm və sizə onu göstərim. Bu sözlər sayıla bilən istisna isimlərdir. Idea, problem, impression, hour, mistake, joke, hope, life, view, love, journey, voyage, poem, tour, song, beauty. Burada bir şey qeyd etmək istəyirəm ki, journey-də, voyage-də səyahət deməkdir bu iki söz. Bu iki söz sayıla bilir. Amma travel sözü səyahət mənasında heç vaxtı saya bilmərik. Okay, and davam eləyək.
Deməli, 46-cı sualda doğru cavabımız oldu C variantı və bildik ki, beauty istisna isimlərdəndir ki, biz onu sayı və cəmləyə bilirik. 47-ci sualla davam eləyirik. Bizdən cəm isimlər cütlüyünü istəyir. A variantında community təkdədir. Amma dear sözü təki və cəmi eyni olan isimdir. Bu qəbilədən olan bir neçə sözlər var ki, onların təki və cəmi eynidir. Yəni biz onun tək və cəm olduğunu bilmək üçün mən sizə bu qəbilədən olan sözləri göstərim. Deer, sheep, fish, swine. Bu qəbilədə olan sözlər biz həm tək götürürük, həm cəm götürürük. Əgər o sözlərin qarşısında artikel varsa, en artiklı, deməli o təkdir. Yox, əgər en artiklı yoxdursa, deməli biz onu cəm kimi götürməliyik. Davam edirik B variantı ilə harvest təkdədir. Çünki bizdən cəm isimlər cərgəsini istəyir. B-ni çıxdıq. C variantına baxıram. Policeman təkdədir. Cəmlənmək üçün mən kökdən dəyişməli idi. Men olmalıdır. Goose təkdədir. Cəmlənməsi üçün kökdən dəyişib geese olmalıydı. C-ni çıxdım. D-yə baxıram. Mathematics. Sonu S-lə bitsə də fən, elm, oyun adları heç biri sayılmır və tək götürürük. Mouse təkdədir. Kökdən dəyişib mice olmalıydı cəm forması. D-ni çıxdım. Y variantına baxıram. Professions, oxen. Hər ikisi cəmdədir. Deməli, doğru cavabım oldu Y variantı. 48-ci sualla davam edirəm. Cəm isimlər cütlüyünü istəyir. Step təkdədir, cəmlənməyib. Progress, inkişaf deməkdir. Sayıla bilməyən isimdir. Bu səbəbdən biz onu həmişə tək götürürük, cəmləyə bilmərik. B-yə baxıram. Women, trousers. Hər ikisi cəmdədir. Okay, götürürük B variantını doğru. Digərləri nəyə görə götürmürük? C-yə baxıram. Food təkdədir, mən çıxdı. D-yə baxıram. Person təkdədir, mən çıxdı. Y-yə baxıram. Knowledge təkdədir, mən çıxdı. Yalnızca qaldı. Doğru cavabımız B variantı. 49-cu sualla davam edirəm. Cəm isimlər cərgəsini istəyir bizdən. A variantında translation, tərcümə təkdədir. A-nı çıxdım. Translation tərcümə sayılmır. B variantına baxıram. Mən təkdədir. B-ni çıxdım. C variantına baxıram. Vegetable təkdədir. C-ni çıxdım. D variantına baxıram. Foreigners S artırılıb. Representatives S artırılıb. Cəmdədir. Elə doğru cavabımız D-dir. Y-yə baxıram. Athletics. Bütün elm, fən, oyun adları son S-lə bitsə də sayılmır və həmişə tək götürülüb. Yenə də çıxdıq. Doğru cavabımız qaldı. Sadəcə D variantı. 50-ci sualla davam edirik. Cəm isimlər cütlüyünü istəyir. A-ya baxan kimi firelight təkdə. B-yə baxıram. Phonetics. Bütün elm, fən, oyun adları sonu S-lə bitsə də sayılmır, təkdədir. Sportsman təkdədir. Bunun cəm forması isə olacaqdır. Sportsman. Yəni mən kökdən dəyişməli idi cəm olması üçün. Amma burada tək verib. Bu səbəbdən B-ni də götürmürük. C variantında agreement, razılıq sayıla bilməyən isimdir. Sayıla bilmirsə, təbii ki, biz onu hər zaman tək götürəcəyik. C-ni də çıxdıq. D variantında swallow, physics hər ikisi tək isimdir. D-ni də çıxdıq. Y variantına baxırıq. Stories, advertisements, S-dir, cəmlənib. Doğru cavabımız ilə Y variantıdır. Bu qədər 50 sualı izah etdik, bitirdik. Digər sualları isə digər videoda izah edəcəm.